Kərbəla hadisəsinə ağlamaq var ha. Niyə görə mühümdür, əhəmiyyətlidir o ağlamaq? Deyir, bir damla göz yaşı, deyir, cəhənnəmin odunu söndürər. Niyə? Bu ağlamaqdan nə var ki? Səbəb nədir? Niyə görə Peyğəmbərimiz deyir ki, mənim övladım Hüseynin məhəbbəti möminlərin qəlbində bir atəşdir ki, la təbrudu əbəda, hə? Niyə görə heç vaxt sönməz? Çünki o göz yaşı ictimai ağlamaqdır. Mənə nəsə toxunub, mən məzlum olmuşam, xətrimə deyiblər, oturma ağlayım özüm üçün. Bu deyil. Bu ağlamaq insanın qəlbinə biraz da qəm gətirər. Amma İmam Hüseyin üçün ağlamaq başqasının halına ağlaya bilməkdir. Həqiqətən də özü də başqası, hansı başqası? O başqa ki, sənin islah olmağın üçün, sənin hidayət olmağın üçün hər şeyini qurban verir. Aynen bilim, Allah yolunda qurban verir. Başa düşdü. Allah hardadır ki, Allahın nəyə ehtiyacı vardı Əli-Əsqərin qanına? O nə deməkdir Allah yolunda? Yəni Allahın dini, Allahın dini də bəşəriyyət üçündür, insanlar üçündür. İmam Hüseyin əleyhissalam insanların hidayəti üçün balalarını qurban verir. Nəinki Allahın ehtiyacı var idi bu qana, yox. Və onun yanında qurban gedənlərsə İmam Hüseynin yolunda gedir.